Qalmışdıq müəllimlər. 80'de. Axşamınız xeyir olsun, müəllim. Axşamınız xeyir olsun. Yaxşı, çox sağ olun. Siz necəsiniz? Aha, 3 Sağ əkub. olun, mən də yaxşıyam. Aha, Allah həmişə yaxşı eləsin. Emin çıx 4 vurulsun. Əbob. N bərabərdir 56. Olarsa M vurulsun. N hasilini tapın deyir. Emin qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabərdir müəllimlər? Hasiline 3 burada olacak. 3 emin çıkılsın. Əbub emindeki 1'e beraberdir. Çünkü Əbub'da karşılıklı saadə ədədlərin 1'e beraberdir. Bunların da 1'e bərabərdir. 4 vurulsun 1 də Bəli. 4 eləyir. Bərabərdir 56 olur. 3 emin bərabərdir. Çıxaqsa aşağıda üstə 60. gələk olur. 60 olur. Vurmadır. Aşağıda arasında heç nə yoxdursa vurma var. Aşağıda bölmə olur. 60'ı da 3'ə böləndə 20 düşür. Məndən də emin hasilini soruşurdu. Olur 20. Hansı variant? B variantı. Nömrə keçək neçəyə müəllimlər? 81'ə. Y vurulsun əkobun kvadratı x, y, x vurulsun əbobun kvadratı x, y. Deyir ki, kəsrinin qiymətini tapın, bərabərdir. Müəllimlər, neyniyəcəyik bunu? Neyniyəcəyik bunu? Düsturu var idi onun. X, y qədədi x-in bölənidir. Y qədədi böləndir. Bölən böyük olur, yoxsa bölünən? Bax, 6 bölünsün 3. 6 burada nədir? Bölünəndir. 3 nədir müəllimlər? Böləndir, onu bölür. Deməli, bu 6'dır, bu 3'dür. 6 3'ə bölünürsə, əkob ən kiçikdirsə, tərsinə nəyə bərabər olur? 6'ya. Ən böyüyünə bərabər olur. 6 nədir müəllimlər? Bölünən. X-dır da. Burada da nə var? Kvadrat var. Arasında nə var yazılmayıb? Vurma var. X-in nəyi olacaq? Kvadratı. Kim başa düşmədi bunu? Ham başa düşdünmü? Ben düşdüm. Aha. Benim X vurulsun. Bu 6'dır, bu 3'dür. Y deyir böləndir. Yəni onu bölür. Deməli az ədəd qoyacağam. Ancaq bölünən ədəd qoyacağam. 6, 3 qoydum. İndi əbob ən böyükdürsə, bölünürsə, tərsinə nəyə bərabərdir? Ən kiçiyə. Yəni kiçiyim neçədir? Y-dir. Y-in nəyi olacaq? Burada kvadrat var. Y-in nəyi olacaq? Kvadrat olacaq. Bərabərdir. Y-lə Y gedir. X-la X-in biri gedir. X bölünsün nə qalır müəllimlər? Y qalır da. X-la X-in biri getdi. Burada 1x qaldı. Y-lə Y-in biri getdi. Burada 1y qaldı. X bölünsün nə oldu? Y oldu. Oldu hansı variant müəllimlər? B variantı. B variantı. Nömrə 82'yə baxağın. Deməli, A ədədi B-nin bölünənidir. A plus B nəyə bərabərdir müəllimlər? 32'yə. İndi deyir ki, əkob kvadratı AB çıx əbob kvadratı AB bərabərdir 512'yə. A çıxılsın B fərqini deyir tapın. Bərabərdir. Nəyə? Suala. Müəllimlər, A kvadratı buna bir dənə əkob AB-yə nə deyək? İşimizi asanlaşdıraq. Bir dənə nə deyək? A deyək. 8 ilə A deyək. Çünki A B-nin bölünənidir. Əbob, ay sağ ol. Əbob AB-yə nə deyək? B deyəcəm. B deyək. Onda burada kvadrat var. Nə olur? A kvadratı A-nın kvadratı. çıx B-nin kvadratı bərabərdir nə olur? 512 olur mu müəllimlər?
Bəli. A plus B də verib ki 32-dir. Sistema alıram. İndi kim Müəllimə, deyə burada bilər? Kvadratlar buradan fərqini bilən varmı? Yoxdursa mən A sizə noldan da izah eləyim əsas mövzuları. A çıxılsın B, A üstə gəl B Ay bərabərdir sağ ol. 512. Kvadratlar fərqi bir dəfə üstə gələyi, bir dəfə çıxağı bərabərdir. Neçə olur? 512 olur. A plus B-nin yerinə nə qoyacam? 32. 32. A çıxılsın B nəyə bərabər olur müəllimlər? Bununla bunun arasında nə var yazılmayıb? Necə müəllimə? Bununla bunun arasında mötərizənin arasında nə var yazılmayıb? Heç nə yoxdursa deməli vurma var. Heç Hə, nə yoxdursa vurma. deməli bilin ki vurma var. A minus B vurma atsa aşağıda nə olur? Böləcək. Bölə. Kəsr xətti də bölmə deməkdir. 51-in içində 32 bir dəfə. 51-dən 32 6 dəfə. 16 dəfə olur. A çıxılsın B nəyə bərabər olur? 16-ya. Olur hansı variant? D variantı. D variantı. Başa düşdünüzmü? Bəli, müəllimə. Evet, Aha. ödəməsi. Sonra nömrə baxaq 83-ə. Deyir ki, Samirin addımı 60 santimetr. Mahirin addımı 80. Müəllim demişdi, santimetrlə veribsə nəyini tapırıq? Ən kiçik vahidim nədir? Santimetrdir. 60 ilə 80-in nəyini tapıram? Əkobunu tapıram. Bu onluqları necə eləyirik? 6 vurulsun 10, bu da 8 vurulsun 10. Onları çıxardıram. Əkob nə qalır? 6 ilə nə qalır? 8 qalır. Bu 2 vurulsun 3, bu 2 vurulsun neçədir? 4-dür. 2-ləri də çıxardıram. 10 var, arasında vurma var. 2-ni də çıxartdım. Əkob nə qaldı? 2-ni çıxartdım. Əkob nə qaldı? 3 qaldı. 2-ni çıxartdım. Əkob nə qaldı? 4 qaldı. 20 əkob 3 ilə 4 nəyə bərabərdir? 3 ilə 4 necə gələn ədədlərdir? Dalbadal gələn ədədlərdir. Dalbadal gələn ədədlərin əkobu nəyə bərabərdir müəllimlər? Onların asilinə bərabərdir. Hasilinə. Bəs Əkobun burada da heç hasili. nə yoxsa vurma var da 20-ni də 12-yə vuranda neçə eləyir? 240 santimetr eləyir. Olur A variantı. Vəsiyon. İndi bizə deyir ki, nömrə 84-də Həsənin addımı 60 santimetrdir. Zarun addımı 72 santimetrdir. Santimetrindən veribsə deməli nəyini tapırıq? Əkobunu. Və burada onlar 90 metr uzunluğundakı məsafəni. Burada 90 metr də verib. Birinci bunun əkobunu tapaq. 60 ilə 72-ni nə edirəm? Sadə vuruqlara ayırıram. Evklit qaydasından da tez eləyə bilərdim. Eləmədim. Ki, aydın başa düşəsiniz. Birini götürün müəllimlər. Məsələn, 72-ni götürdüm. 60-da da 72-də olmayanı götürürük. Neçə yoxdur? 3 ilə 5 yoxdur. 72-ni götürdükmü? İndi 72-yə baxmırıq. 60-da 72-də olmayanı götürürəm. 72-ni nəyə vururam? 15-ə. Gəlin vurağın. Yox, 3 də var. 72-ni 5-ə 3 vururuq. də var. 70-ni 5-ə vururuq. 10, bir yadda 360 santimetr elədimi? Müəllim, bir dənə də ədəd veribdir burada. Məsafəm 90 metrdirsə, metrlə santimetri veribsə, həmişə böyük vahiddən kiçik vahidi veribsə, böyükdən nəyə keçirik? Kiçiyə keçirik. Kiçiyə keçirik. 90-ı da 100-ə vuracağım da. 90-ı da 100-ə vuracağıq 9000. 9000 məsafəni 360 santimetrdirsə, onda nəyə böləcəyik? 360-a böləsirik. Neçə dəfə yerləşir?
2 dəfə 0, 2 dəfə 12, 720, 0, 8, 180, 1800-də də 5 dəfə 5 dəfə 0, 0, 18. Neçə düşdü müəllimlər? 25. 25 düşdü. Vəssalam. Oldu C variantı. İndi keçək nömrə neçəyə? 85-ə. Deyir ki, 8-ə, 9-a, 10-a böldükdə qalıqda 6 alınan. Deməli, ən kiçik sözü var. 8, 9, 10-un əkobunu tapacam. Qalıq da hər zaman nə olur? Üzərinə gəlinir. Düz deyilmi müəllimlər? 8, 9, 10-un əkobu nə eləyir? Ardıcıl gəlir. Əkob nəyə bərabərdir? 720. 720. Hasilinə, üzərinə də gəlirəm 726. Bunların da cəmi, rəqəmləri cəmi. Rəqəmi neçədir? 7, 2, 6-dır. 15 eləyir. Olur hansı variant? A variantı. Sonra keçək nömrə neçəyə? 86-ya. İndi verib əkob AB bərabərdir A-ya. Əkob AX, BX üstə gələk əbob AY, BY cəmini tapın deyir. Müəllimlər, burada x-lar ortaqdır. Ortaq vuruq çıxardıram. Nə qalır? Əkob x-i çıxartdım. A qaldı. X-i çıxartdım. B qaldı. Y-i çıxartdım. Əbob A, B qaldı. Bərabərdir. İndi nə olur müəllimlər burada? Burada müəllimə A onda bölünəndir də, belə deyək. Aha. Onda x da əkobda A-nı götürəcək. Y əbobda da B-ni Aha. götürəcək. Əgər əkob A-ya bərabərdirsə, deməli bu 6 bu 3 imiş ki, 6 3-ə bölünüb ki, 6-nı götürüb, yəni A-nı götürüb də. Başa düşdünüzmü? X A üstə gəlinsin Y B olur. Olur hansı variant? B variantı. Yox. Keçək nömrə neçəyə? 87-yə. Əbob X 15 bərabərdir. Neçədir? X-dır. X-in natural qiymətləri cəmini tapın deyir. İndi nə edəcəm müəllimlər? 15-in nəyi olmalıdır? Əgər əbob ən böyükdürsə, əgər bölünəndirsə, deməli bu bölünüb ki, bu nəyə bərabər olub? X-a bərabər olub. 15. Məsələn, 3 qoyanda 15 3-ə bölünür. Bölünürsə, əbob ən böyükdürsə, tərsinə ən kiçiyə, yəni x-a bərabər olub. Deməli, 15-in nəyi olmalıdır? Bölənləri olmalıdır. 3, 1, 5, 15 və bizdən də nəyi soruşur müəllimlər? Bunların cəmini soruşur. Neçə olur? 3, 1, 5, 4. 24. 24. Vəssalam. İndi nömrə 88-də nə veribdir müəllimlər? Deyir ki, əkob X 24 bərabərdir X olarsa, X-in 2 rəqəmli natural qiymətləri cəmini tapın. X-in 2 rəqəmli. X böyükdür, bölünəndir də. Ay, sağ ol. 2 rəqəmli deyirsə, deməli burada 48-dir ki, bu X-a bərabər olub da. 24 artırın. 24 artırın. Neçə olur? 24 ilə 24-də, 24-də bərabər olur 1-nə. 48, 72, bir də 72-ni də 24 artıranda 96.
Və bunların İki nəyini rəqəm soruşur? olur orada. Cəmini soruşur. Və bunları da cəmləyirsiniz. 24, 48, 72, 96. 8, 16, 20. 0 yazaq 2-yə də 6, 13, 21, 23, 24. 24. 240 mı oldu? Bəli. Belə Bəli, olur. müəllimə. Sonra keçək nömrə neçəyə? 89-a. 89 kublar cəmini, kublar fərqini bilirsinizmi? Yoxsa yadınıza salınmı? Kim bilmir? İzah eləyim, onun üçün düstur asan olsun. Bilirim. Baxın, A plus B'nin A kubu plus B'nin kubu. Belə yadınızda saxlayın. Birinci. A plus, birinci plusdursa, birincidə plus gəlir, ikincidə hamısı nə olur? Çıxaq olur. Minus. Bəs müəllim, kvadrat mənfi ola bilməz? Bəli, üstə gələk olur. İkincidə A kubu çıx B'nin kubu bərabərdir. Birincidə çıxmazsa, birinci mötərizədə çıxma olur, ikinci mötərizədə hamısı üstə gəlmə olur. Üçüncüdə A minus B'nin kubu bərabərdir. A'nın kubu. Çıxmazsa 1 çıxaq 3AB, 3AB, B'nin kubu yazırsınız. Çıxmazsa 1 çıxaq, 1 üstə gələk, 1 çıxaq olur. Və kvadrat bir dəfənin başında, bir dəfə B'nin başında olur. Belə yadınızda saxlayın düsturu. Əlifba sırasına görə A'nın kvadrat üstündə olur, bir dəfə də B'nin üstündə olur. Dördüncü, A plus B'nin kubu, birincinin kubu 3, üstə gələksə hamısı üstə gəlmə olur. Bir dəfə kvadrat bunun üstündə, bir dəfə də kvadrat bunun üstündə olur. Olur belə, müəllimlər. İndi kubları bildinizmi? Bəli, müəllimə. Bax, bunu skrin eləyin, qrupa atın. Bunu mütləq əzbərləyin. Bildiniz necə əzbərləmək lazımdır? Əzbərləyəndə də belə əzbərləyin ki, yadınızdan çıxmasın. İndi skrin eləyin, bunu qrupa atın. Atdınızmı müəllimlər? Aha. Sizə də səs gəlmir. Məndə səs. Aha. İndi deyir ki, Əkub AB, Göndərdim, müəllimə. ay sağ ol. Əbub AB bərabərdir neçəyə? 6-ya. Əkub kubu AB üzərinə gəlirəm. Əbub kubu AB bərabərdir 72-yə. 7-ci sinifin misalıdır. Prosta sadəcə olaraq çətinləşdirilmişidir. A vurulsun B hasilini soruşur bizdən. Müəllimlər, Əkub AB-yə bir dənə nə deyək? A deyək. Əbub AB-yə bir dənə nə deyək? B deyək. Onda A üstə gəlinsin B neçə olur müəllimlər? 6 olurmu? Müəllimlər, Əkub AB-nin kubudur. Onda A-nın nəyi olacaq? Kubu olacaq. Əbub AB-nin nəyidir? B-nin nəyidir? Kubudur. Bərabərdir neçəyə? 72-yə. Müəllimlər, indi bunu açağın. Nə olur? A üstə gəlinsin B olur. İndi açağın. Nə olur? İkinci mötərizədə hamısı nə olur dedim? Çıxma olur. Kvadrat da müsbət olur. Bərabərdir neçəyə? 72-yə. Müəllimlər, A plus B-nin yerinə nə qoyacam? Nəyə bərabərdir A plus B? 6-ya. İndi yazıram. A kvadratı minus AB plus B-nin kvadratı bərabərdir 72-yə. Kim başa düşmürsə, mənə desin.
mütləq mənə desin. Müxtəsər vurma düsturlarını başa salım. Onu əzbərləsinlər. Ondan sonra bu mövzuya keçəyin. Sonra 6-dır, vurmadır. Vurma varsa aşağıda nə olur? Bölmə olur. 72-ni nəyə bölürəm? 6-ya bölürəm. Neçə düşür? 12 düşür. Müəllim, bəs yaxşı. Bu 12-yə bərabər oldusa, onda bu hansı düsturu xatırladır? Bizə də müəllim A plus B-ni verib, özgə heç nə verməyib. Onda A plus B-nin kvadratı yazaq. Bəs yaxşı Çıxılsın müəllim, bunu 2AB. açanda A kvadratı, hə? Çıxılsın 2AB olur mənim. Aha. Müəllim, bunu açanda 2AB üstə gəlinsin B kvadrat olur. Bəs burada da 2AB yoxdur, mənfi AB-dir. Onda çıxılsın nə yazıram? Mənfi 3AB ilə 2AB nə eləyir? Müəllimlər, nə eləyir? AB. Mənfi AB eləyir. Ona görə çıx 3AB yazdım ki, bunu versin. Bərabərdir neçəyə? 12-yə. A plus B-nin yerinə nə yazacağım? 6-nın kvadratı. Çıx 3AB bərabərdir 12-yə. 36 çıx 3AB bərabərdir 12-yə. Mənfi 3AB bərabərliyin bu üzünə keçir. 3AB bərabərdir 36 çıxılsın nəyə? Bu üzə keçəndə bu da bu üzə keçir. 12 müsbətsə bərabərliyin bu üzünə keçəndə çıx olur. 3AB bərabərdir 4, 24 olur. Vurmadsa aşağıda da bölümü olur. Neçə olur? 8 olur. Olur hansı variant? C variantı. Sonra keçəyin. Burada 2-3 dənə misal var ki, çətinləşdirilmiş misaldır. Nömrə 90. Əkop x 30 bərabərdir 30. 30'u x-in ala biləcəyi qiymətləri cəmini tapın deyir. X-in ala biləcəyi natural, ala biləcəyi nədir? Apar yerinə qoy, yoxla. Hansı ödəyirsə onu götür. 1-dən 30-a kimi ədədləri yazaq. 4, 5, 6, 7, axı 30-a kimidir? 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. Yazdın mı? İndi bura baxın, müəllimlər. 1-lə 30 qarşılıqlı sadədirmi? 1-lə istənilən ədəd qarşılıqlı sadə olur. Düz deyilmi, müəllimlər? Bəli. Deməli, 1 nədir? Şərtimizi qarşılıqlı sadə ədədlə əkobu onların hasilinə bərabərdir, yəni 30-a bərabərdir. 2 ilə 30, 32-yə bölünürsə, əkob ən kiçikdirsə, tərsinə nəyə bərabərdir? 2 qoyanda da yerinə. Ən böyüyə bərabər olurmu? Bəli, müəllimə. 3 qoyanda ödəyirmi? 33-ə bölünürsə, 30-a bərabərdir də ən böyüyə əkob. 4 30 qoyanda ödəyirmi? Ödəmir. 5 30 qoyanda ödəyir. 6 30 qoyanda ödəyir. 7 30 qoyanda qarşılıqlı sadə olur, ödəmir. 8 30 qoyanda ödəmir. 9 30 qoyanda ödəmir. 10 30 qoyanda ödəyir. Elə 6 da ödəyir. Sonra 11 qoyanda ödəmir. 11 ilə 30 qarşılıqlı sadədir. Onların hasilinə bərabər olur. 11-i də 30-a vuranda 30 olmur axı cavab. 30-a bərabər olmur axı. 12 ödəmir, 13 ödəmir, 14 ödəmir. 30 15-ə bölünürmü? Bölünür.
Bölünürsə, Bəli, əkobən kiçikdir, bölünür. tərsinə böyüyə bilir. Bu bölünmür, 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 bölünmür. 30, 30'un əkobu nəyə bərabərdir? 30'a bərabərdir. İndi bizə nə deyir? Bizə nə deyir? X-in ala biləcəyi natural qiymətlərin sayını tapın. Neçədən oldu? 1, 1, 2, 3, 4, 5, 6, 6, 7, 8 dənə. Oldu hansı variant müəllimlər? C variantı. Vəsiyo. Sonra keçəyin nömrə neçəyə? 91-ə. Əbub X 15 böyük bərabərdir 3. İki rəqəmli qiymətlərin sayını deyir, tapın. İndi nə edəcəm burada? 90 deyildi mi? Burada müəllimə 3-dən böyük olanları götürəcəyində 15, elə bil əbobda kiçiklərini götürürük də. 15 nəyə bölünür? Məsələn 1-ə. 1-i götürəcəyin, amma 3-ü götürə bilməyəcəyin axı. Çünki götürə bilərik. Çünki bərabərliyi Bu var. 92-dir. Üçünü özündə- Bu 92-dir. Mən 91 yazmışam. Aha, arada 90'ı itirdim. İndi yazaram. Əbob X 15. İndi baxırsınız. 15 neçə vuraq neçədir? 15 neçə Üç vuraq vur beş. neçədir müəllimlər? 5. 3 vur 5. 3 vur Aha, 3 vurulsun 5'dir. Gəlin bir dəfə 3'ə bölünənləri tapaq, bir dəfə 5'ə bölünənləri tapaq. Olarmı elə tapaq? 2 rəqəmli qiymətləri sayını deyir. 3'ə bölünən ən 2 rəqəmlidən ən böyük hansıdır? 99'dur. 2 rəqəmdən ən kiçiyim hansıdır? 15, 12'dir. Böl neçəyə? 3'ə. Üzərinə 1 gəlirəm. Neçə eləyir müəllimlər? 30 elədi mi bu? İndi 5'ə bölünənləri tapıram. Ən böyük rəqəm 2 rəqəmlə dedim 95'dir. Ən kiçik 2 rəqəmli 5'ə bölünən 10'dur. 5'ə bölürəm, üzərinə 1 gəlirəm. Neçə olur müəllimlər? 85. Bu da eləyir 18. Bunların cəmi neçə dənədir? Neçədən oldu? 3'ə 5'ə bölünənim neçədən oldu? 48 dənə oldu. Düz deyilmi? 48. İndi bəs 15'in özünə də bölünənləri tapmalıyıq. Çünki 15 bunun da içində var, bunun da içində var. Və onu 48 dənədən cavabı çıxmalıyıq. 15'ə bölünən ən yüksək 2 rəqəmlə dedim 90'dır. Ən kiçiyim 15'dir. 15'ə bölürəm 1 gəlirəm üzərinə. Bu da neçə eləyir? 75 bölü 15 plus 1 olur. Bu da neçə olur müəllimlər? 6 olmurmu? 48'dən də 6 çıxıram. Neçədən olur? 42'dən olur. 3'ə 5'ə bölünənləri tapıram. Sonra da ümumi 15'ə bölünənlərin sayını tapıram. Çoxdan da azı çıxıram və orada 15'ə bölünənlərin axı burada da 15 var, burada da 15 var içərisində. Ona görə onların sayını çıxıram, 6 dənə olur 42 dənə. Yəni qoyun linki təzədən atım müəllimlər xəbərdarlıq